Başlayacaq nəyə? Uşaqlar, lövhədə gördüyümüz nələr idi bizim? Keçdiyimiz dərsimiz. Qida növləri. Qida növləri hansılardı? Meyvə, tərəvəz, Əla. İndi İslam əli gəlirsən. Cəld. Məhəmməd Əli, sən də gəlirsən, vaxt itirməyin, tez. Deməli, İslam əli mənim üçün bura olmayan məhsullarına aid bir nümunə yazacaq. Məhəmməd Əli isə meyvə tərəvəzə aid yazacaq. Tez yazın. Bəs dedim, axı düşünün, hamısına aid düşünün. Hər biriniz yerinizdə olanlar, hərəsinə aid bir nümunə düşünün ki, mən kimi hara çağırsam, sən onu yazırsan. İslam əli, ona aid bir nümunə yaz. O məhsullardan hansını tanıyırsan? Ay İslam əli, o məhsullardan var, yoldaşın çörək yazıb. Sən nə yaza bilərsən? Undan hazırlanan. Doğru, rısı da var. De görün mənə. Nə demək istəndi? Əyləş Məhəmməd Əli. Ömər süd məhsullarından gəl yaz. Hə, onu da gözlə. Altay, gəl sən süd məhsullarına bir də nümunə yaz. Düşbərə yazmaq istədim balam. Və deyirəm mənə deyəndə düşərə yazdım bura. Düşbərə yazmadım. Düşərə oldu. Sən süd məhsuluna bir də nümunə de mənə, Altay. Mənə deyil, sonra yaz. İslam əli kimi deyilsən, səhv çıxacaq sonra. Südə aid nə deyə bilərsin? Məsələn, süd məhsullarından nə var? Biz süd məhsullarından ağartı. Məhsullarından yediyimiz. Tez ol. Vaxt gedir. Yaxşı, yaz süd. Bayaq ancaq başqa söz deyirdim. Yaz südü. Burada ətdən görək. Qıza gəl, ət məhsullarından birində yaz mənə. Hansı var ət məhsulu? Mənə deyən əvvəlcə ət məhsuluna yaza bilərik. balıq. Ay, sağ ol, balıq yaz. Əyləşsən altı. Ət məhsulları buradadır, burada yazacaqsan. Uğur, sən gəl mənim üçün burada şirniyyata aid bir dənə nümunə yaz. Balıq deyirəm, balıq yazıram, onu sil qıyla balam. De görüm, şirniyyata aid bir nümunədir. Orada salfetka qoymuşam. Turgut, hara gəldin? Keks, yaz görüm. Yuxarıda, burada. Ömər, gəl meyvə tərəvəzə aid nümunə yaz. Keks, kısı. Ay, sağ ol, əyləş. Qızım Banu, sən gəl, ət məhsuluna aid nümunə yaz. Makeri yoxsa oradan götür gəl. Nə yazırsan ora? Sən ət məhsulun. Ət məhsulu mənə denə, qızım. Nə yaza bilərik ət? Nə ət yeyirik məsələn? Ət mi? Ay, sağ ol, yaz ora toyuq. Nə yazdın balam? Ay, sağ ol. Alma. Toyuq deyirəm, toyuq yazıram. Sil onu qıy elə qızım. De, orada salfetkamız var. Götür əlindən eləmə. Salfetkamız var. Səs eləmirik. Yusif, sən gəlirsən mənim üçün süd məhsullarına yazırsan. Gəl. Gəl qızım, dur gəl. Sən qoy bir dənə gözlə Banu yazsın. Əyləş balam. Ay, sağ ol. Sən hansı istəyirdin qızım? Sən ət məhsuluna aid yaz, sən də mənim üçün süd məhsuluna aid yaz. Ayran, ay, sağ ol, yaz ayran. Sən də nə yazacaqsan qızım? Görəsən nə yazır? Nə yazırsan qızım, de görüm hələ. Kebab. Qızım, ət məhsuluna kebab yazmırıq mənim balam. Kebab ətdən işib artıq. Tamam yox, tamam. Sil onu mənim balam. Sil qızım. Səhər kebab nə idi? Ay, zingət. Qoyun, ay, sağ ol. Qoyun əti yaza bilərik. Qoyun əti. Qoyun. Elə qoyun yazsan bəsdir, əti yazma. Olsa qoyun elə ət məhsuluna. Qoyun. Yum. Ay, sağ ol.
Yun yox, yun. Y, onu. Diqqətli ol. Sonra o məhsullarına görüm kimi çağırıram. Əli Hüseynə görüm o məhsullarına nə yaza bilərik? Sən gəl mənim üçün Turqut şirniyyat yaz. Bir dənə şirniyyat fikirləş yerində. Hə. Sən nə demişdik? Un məhsulu. De görək. Əla, tort yaza bilərsən Turqut. Sən nə yaza bilərsən una? Düşbərə yazılır. Maker götür məndən. Mənim stolumun üstündən götür. Bayaq sayırdıq ha uşaqlar. Nə idi o? Makaron. Sən bura makaron yaz, sən nə yazırsan? Bura tort yazırsan. Lavaşı kim dedi? Lavaşlara yazmalıyam. Ay sağ ol. Abbas Orge meyve. Tokyo R-T. Bunu sil. R-T. Sən meyvə tərəvəzə yaz. Oğlum bir dənə baxaq. Magal yazdım. Magal. Makaron. Əyləş Turqut, səndə düzdür. Onu sil düzelt balam. Onu sil düzelt təzdən. Evet. Makaronu sil. Qını da sil, sonra qalanını davam edin. Biber yazdıq. Afərin, düz yazdıq. Sonra bir daha gəl, Süreyya gəl. Bir daha desən. Baxın. Koron. Sən mənim üçün bir dənə süd məhsul de görüm hələ. Evdə ən çox işlətdiyimiz nə var? Sən şirniyyatı fikirləş görüm. Şirniyyat. Armudu şirniyyata yazacaqsan. Şirin nə? Əyləş. Hə? Yoğurt da olar, qatıq yaz da. Yaz ora. Ya da yoğurt yazsan yaz yoğurt. Yoğurt yaz. Sən də gəl bura görüm. Keks var, tort var. Şirin başqa nə o yerik biz? Sənin dişləri niyə çürüyüb səncə? Çoxu nə yemsən? Ay sağ ol, yaz ora konfet. Yo. Hə, yaz sonra, yaz. Yaz balam. Konfet, qızım qı yox, qın. Sən qı yaz. Yoğurt. Bəli. Siz çıxın tələfsə, yavaş banyoya dəyər stol. Oğlum, ehtiyatda var. Qızım qını. Qı, u, rı, tı, bir daha de. Kı yaz sən, kı. Süreyya, kı. Kı da, kı de bu. Qı, ur, ay, düz yazırsan da balam, niyə qaralırsan ki bir daha de. U, rı, tı. U, rı, tı. Sən də kon, onu, kon. O, n, fet. Fet. Hərflə. F, ay sağ ol, f. Fet. Deyirəm ha, evdə çox imla yaz. Buna görə deyirəm, qızım. F yaz da. Elə. F, et. Et. T. T da yaz. Ha, şükür, bitti. Get yeməyi indi.